Və qardaşlar, necə qeyd elədik, Allah Teala nə üçün yaradıb? İbadət üçün. Və hər bir möminə Allahla qarşılaşacağı günə qədər bu ibadətin üzərində sabit qalması lazımdır. Kim ibadət üzərində ölməsə, Allahın dini üzərində ölməsə, vallahi yəqin və yəqin bilməlidir ki, Allahın əzabı ilə qarşılaşacaq. Allah Teala buyurur ki, ayədə: "Ya eyyuhən-nəs ittaqu rabbakum." Ey insanlar, Rəbbinizdən qorxun. Sən insansan. Allah Teala sənə insan deyib. Ola bilər qəbul eləsən, etməsən, yenə də insansan. Allah Teala sənə xitab eləyib. Rəbbinizdən qorxun. Vaxşəv yevmən. Və o gündən də çəkinin, qorxun. Necə gündür ki, o qorxsun insanlar? Allah Teala izah eləyir. La yeczi validun an valadihi. Valideyn evladına heç bir kömək eləyə bilməyəcək. Heç bir kömək eləyə bilməyəcək. Bir savabını verməyəcək. Ana dünyaya gətirdiyi, əziyyət çəkdiyi uşağa bir savab verməyəcək. Ata əziyyət çəkib böyütdüyü evlada bir savab verməyəcək. Allah Teala bildirir ki, valideyn evladına heç bir şey xeyirdən kömək eləyə bilməyəcək. Sonra evladı deyir, Allah Teala buyurur ki, وَلَمْ مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ. Nə də heç bir evlad gəlib Allah Teala qiyamət günü səni əzabdan xilas eləsin deyə kömək eləyə bilməyəcək.